Azərbaycanda akkreditə olunmuş xarici kütləvi informasiya vasitələri nümayəndələri, hərbi ateşçilər Füzuli rayonunun Alxanlı kəndində səfərdə olublar. Səfər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub. Səfər iştirakçıları əvvəlcə hadisə nəticəsində yaralanan və hərbi hospitalda müalicə alan Alxanlı kənd sakini Səlminaz Quliyevaya baş çəkiblər. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Ali Aliyev xarici ölkə nümayəndələrinə bildirib ki, düşmən atəşkəs elan olunmasına baxmayaraq, cəbhə boyu kəndləri daim atəş altında saxlayır, dinc insanları qətlə yetirirlər. Ermənistan Silahlı Qüvvələrinin iyulun 4-də Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minatanlar və digər iri çaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər sakinin yaralanması, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən Prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir. Cəbhə xətti boyunca Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Dünya ictimaiyyəti isə buna göz yumur, beynəlxalq təşkilatlar konkret mövqe nümayiş etdirmirlər. Qeyd edək ki, səfərdə TRT, İhlas Haber Ajansı, Mir televiziyası, Associated Press, RIA Novosti, Amerikanın Səsi, Interfax, BBC və digər xarici kütləvi informasiya vasitələri nümayəndələri, habelə 12 dövlətin 15 hərbi ateşçisi və nümayəndəsi iştirak edir. Alxanlıya səfər edənlər arasında Amerika Birləşmiş Ştatları, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Qazaxıstan, Çexiya, Ukrayna, Gürcüstan, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatı da var. Xəyalə Məmmədova, Tahir Ağaməmmədov, Elmin Laçınov, Azərtaç, Füzuli.